Məhkəmə ki, sifariş istəyir. Ona kim inanır? Az bizə məhkəmələrindən xeyr. Az biz məhkəmələrində rüşvətlə hər hansı bir işi ala bilirlər. Azərbaycanda heç bir məhkəməyə inanmıram. Mən bir dəfə olmuşam, inanıram. Mən inanmıram. Yəni dövlət işçiləridir. Ancaq bəzən vaxtı bir də görsən, məsələn, elə səhvlərə yol verirlər, anlaşılmaz olur. Məhkəmələrə inanıram, bəli. Məhkəmə verir ki, mənim qonşumla bu ev sökülməlidir. 3 ildir. Heç bir sökmürlər. Apellyasiya mənim xeyrimə deyil, ali məhkəmənin xeyrimə deyil. Amma heç kim gəlib eləmir bunu. Nə icra şey Yəni belə başa düşdüm ki, məhkəmənin qərarı yerinə yetirilmir. yetirilmir. 3 ildir. Niyə? Nə? Ali məhkəmə niyə lazımdır? Mən rüşvət aldıqlarına inandığım üçün məhkəmələrdə inanmıram. Yuxarıdan bir sifariş gəlib, bu hakim bunları dövlətin xeyrini həll eləməlidir. Eləməsə, həll eləməsə, onu işdən götürəcəklər. Demək, bu hakimlərdə günah yoxdur. Günah hakimiyyətdədir. Yuxarıda yoldaşlarda. Məhkəməyə təzyiq edirlər, məhkəmə də bunların xeyrinə qərar çıxardır. Hakimiyyətdə oturanların xeyrinə qərar.